Salam bir də herkesi salamlayırıq və biz sizi Dövlət Bayrağı meydanından salamlayırıq. Belə ki, Bakı Marafonu 2025 artıq bir neçə dəqiqə əvvəl başladı və artıq iştirakçılar yavaş-yavaş finişə yaxınlaşırlar və lakin mən istərdim ki, həmkarım Əsra Məmmədi ilə birlikdə sizə fanzona haqqında biraz məlumat verək. Əsra, buradakı ab-hava necədir? Ben bura geldiğim ilk vaxtdan eğlence zonasındayım. Həqiqətən də burada çox böyük bir coşku hissi olunur. DJ'lər tərəfindən mahnılar səsləndirir. Elə operatorumuzdan xahiş edəcəm göstərsin. Maraqlı, figurlu, əyləncəli, rengarenk geyimdə olan insanlar burada. Həqiqətən də burada göz oxşuyurlar. Eyni zamanda Azərbaycanın müğənniləri tərəfindən səhnədə müxtəlif mahnılar səsləndirilməkdədir. Elə həmkarımın da qeyd etdiyi kimi daha dəqiq desək, marafon 10 tamamda öz işinə başladı və ümumilikdə 21 kilometr məsafəni əhatə etməkdədir. Əsra, səs o qədər çoxdur ki, mən heç özüm eşitmirəm ki, sən nə dedin, amma bir daha qeyd etmək istəyirəm ki, məhz bu ilki marafona 28 minə yaxın iştirakçı qeydiyyatdan keçib və onlar da öz növbəsində bu marafona qatılıblar və burada sakinlər var və onlar da bura dəstək komandası olaraq gəliblər və mən istərdim ki, onlara yaxınlaşaq. Salam, necəsiz? Əhval-ruhiyyə necədir? Çox əla. Siz iştirakçı olarak gəlmişsiniz yoksa başkasını dəstəkləmək üçün? Ya həm iştirakçı olaraq gəlmişəm, həm də dəstəkləmək üçün. Kimi qaçır sizi dəstəklədiyiniz kimlər qaçır burada? Yoldaşlarım. Qrup yoldaşlar neçə nəfərdirlər? 7-8 nəfər var. Əvvəllər iştirak etmişsinizmi bu tip yarış? Çetikəm bəli. Qalib olmuşsunuz mu? Xeyr. Nə qədər qaça bilmişsiniz? Qaça bilməmişəm. Qaça bilməmişsiniz. Amma burada baxın nə qədər idmançılar var. Nə qədər iştirakçılar var, qaçılar, çox təşəkkür edirəm sizə. Və bununla yanaşı eyni zamanda estradamızın tanınmış simaları da burada ifalar edirlər və bununla yanaşı bir sıra əyləncə növləri də burada var ki, mən istərdim ki, Əsra bəzi onlar barədə sizə məlumat versin. Elə məlumatdan əvvəl istəyərdim ki, burada bir xanım mənə yaxınlaşdı və o da bu marafon barədə danışmaq istədiyini bildirdi. Salam, xoş gördük. Xoş gördük. Marafona saat neçədən qatılmışsınız? Saat neçədən buradasınız? 8:30-dan buradayım. Səhər tezdən buradayım. Baş tələbə gənclər təşkilatından qoşuluram. İştirakçı kimi gəlmişəm. Əylənirsinizmi? Əyləcə, əhval-ruhiyyə necədir? Çox əyləncəlidir, mükəmməldir. Kimlərlə gəlmişsiniz? Tələbə yoldaşlarımla təşkilat olaraq Bakı Avrasiya Universitetinin tələbəsiyəm. Tələbə gənclər təşkilatı ilə gəlmişəm. Mən sözünüz qaçışda iştirak etdiniz. Necə? Qaçışda özünüz iştirak etmişsiniz. İştirak edəməm, iştirakçı kimi gəlmişəm. Yəqin ki, tələbə yoldaşlarınıza bir dəstəkçi kimi buradasınız. Bəli, bəli. Bəli, bir daha nəzərinizə çatdırım ki, saat 10 tamamda başladı bu marafon. Ancaq elə saat 7 tamamdan demək olar ki, biz də buradayıq. Həqiqətən də burada böyük bir əhval-ruhiyyə hiss olunmaqdadır və olduğumuz əyləncə zonasında da əhval-ruhiyyə pik həddədir. Bəli, və elə bir neçə dəqiqədən sonra biz sizinlə yenidən canlı bağlayantıya çıxacağıq və artıq qaliblər bəlli olacaq və bir məqamda xatırlatmaq istəyirəm ki, bu ilki marafona 28 minə yaxın insan müraciət edib və biz az əvvəl start nöqtəsində böyük bir izdihamın şahidi olduq və iştirakçılar artıq marşrutlarının səhv etmirəmsə 16-cı kilometrini artıq tamamlayıblar və geriyə dönürlər və biz də ən operativ şəkildə sizə qaliblər haqqında məlumatları verəcək. Odur ki, Əsra, səncə bugün küləyə kim qalib gələcək? Məncə küləyə kim qalib gəlsə o qalib gələcək və bir daha o məlumatı da nəzərinizə çatdırım ki, elə küləyə qalib gəl deviz altında keçirirsə, həqiqətən də bugün də elə hava çox küləklidir. Nəzərə alsaq ki, biz Dövlət Bayrağı meydanındayıq və 3 yer uğrunda mübarizə aparırlar. Birinci yerə 3 minazeyn, ikinci yerə 2 minazeyn, üçüncü yerə isə minazeyn məbləğində pul mükafatı, hədiyyələr, sertifikatlar təqdim olacaq və az qalıb elə marafonçular finiş nöqtəsinə çatmaq üzrədirlər. Hələlik məndən və məncə Əsradan bu qədər, amma irəliyən saatlarda və irəliyən dəqiqələrdə yenidən görüşmək ümidi ilə hələlik Bakı Marafonu 2025'də bizim çatıracaqlarımız bu qədər. Birazdan da bir anda qalın mən.